Yeni açılmış Səfər Muzeyinin içində görək nələr var. Bu muzeyi noyabrın 11-nədək pulsuz şəkildə ziyarət edə bilərsiniz. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adları həkk olunub. Hər tərəf interaktiv ekranlarla doludur. Sanki tarixlə söhbət edirsən. Burada Şuşanın necə azad edildiyini göstərən detallı xəritə də var. Digər tərəfdə isə Azərbaycan ordusunun istifadə etdiyi texnikaları görmək mümkündür. Məni isə ən çox təsirləndirən hissə sonda idi. Ekranda şəhid övladları Qarabağın gələcəyi ilə bağlı danışırdılar. Noyabrın 12-sindən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək. Qiymətləri açıqlama bölməsində qeyd etmişəm. Daha çox belə videolar üçün səhifəmi izləməyi unutma.